Salam hörmətli izləyicilər. Bugünkü mövzumuz Azərbaycanda aktyor olmaq. Aktyor olmaq nədir? Aktyoru hansı çətinliklər gözləyir və yaxud da hansı avantajlar gözləyir? Buna videomuzda geniş toxunacağıq. Videomuza keçməzdən öncə kanalımıza abunə olub, bildiriş düyməsini aktiv etməyi unutmayın. İlk öncə onu qeyd edim ki, aktyorluq, ümumiyyətlə kino komanda işidir və bu komanda sistematik şəkildə əgər çalışırsa, burada aktyor da onun bir hissəsidir və aktyorun da inkişafı təmin olunacaq. Təəssüflər olsun ki, Azərbaycanda kino sahəsində sistem işləmir. Bu bir danılmaz bir faktdır. Bu üzə çıxan filmlərdən də məlumdur və yaxud da üzə çıxmayan filmlərdən məlumdur. Bu nüansa çox da toxunmaq istəmirəm. Əlbəttə ki, film çəkildikcə inkişaf edən bir sahədir və bunun üçün də sistemli şəkildə pis-yaxşı fərqi yoxdur. Filmlər çəkilməlidir ki, bu dəyirman fırlansın. Buna əlbəttə ki, müəyyən qədər büdcə, zaman lazımdır. Əslində Azərbaycanda aktyor olmaq asandır hazırki vəziyyətdə. Əlbəttə ki, aktyorluğun özü nədir, o geniş mövzuda ora girməyəcəm. Aktyor deyəndə mən sadəcə dırnaq arasında sadəcə aktyorluq demək istəyirəm. Çünki hər bir insan potensial bir aktyordur. Yəni, əgər mən burada danışıramsa sizlə, mən bir obrazı canlandırıram. Hər bir insan potensial aktyordur və hər kəs öz obrazını kamera önündə oynaya bilər. Ekstra aktyorluq isə müəyyən təhsil, müəyyən təcrübə tələb edir. Hər insan, hətta aktyorluq təhsili olan, təcrübəsi olan belə ekstra aktyor mərtəbəsinə çata bilmir. Çətin bir prosesdir. Aktyorluq bir insanın dərisinin soyulması qədər çətin bir peşədir. İnsanlar bunu seriallarda, kinolarda izləyib bu sahəyə özənirlər. Amma nə ilə qarşı-qarşıya gəldiklərinin fərqinə varmırlar. Təcrübəmdə qarşılaşdığım nüanslardan biri odur ki, aktyor olmaq istəyir, amma xadimə obrazını canlandırmaq istəmir. Mən aktyor olmaq istəyirəm və bahalı həyat tərzi yaşamaq istəyirəm filmdə. Ən bahalı nədirsə ona yönəlir. Əlbəttə ki, bu aktyorluq deyil, bu sadəcə bir həvəsdir. İlk öncə həvəsi aktyorluqdan ayırmaq lazımdır. Aktyor olmaq çətin peşə olduğu kimi, Azərbaycanda aktyor olmaq 2 qat çətin bir peşədir. Çünki xaricdə aktyor olanlar əgər bunun sənət tərəfindən çətinlik çəkirlərsə, Azərbaycanda həm sənət cəhətindən, həm maddi cəhətdən çətinlikləri yaşadıqlarına görə Azərbaycanda aktyor olmaq 2 qat çətindir. Yəni sadəcə həvəsə görə